Bu videoda bir gün boyunca bağça müəllimi olacağam. Uşaqların yeməyindən içməyinə, idmanına, oyununa, dərsinə, yatmağına qədər mən baxacağam. Səncə yaxşı müəllim olacağam? Qaç. Nə olacaq? Gülməli olur. Mən sənə yaxşı dost olacağam. Deməli dostlar, indi hal-hazırda uşaqların yemək vaxtıdır. Yemək dedikdə əslində qəlyanaltı vaxtlardır. Günortadan sonra gəldiyimə görə qəlyanaltıya çatdırmışam özümü. Qab 3 hissəyə ayrılıb. Peçeniləri 4 yerə bölürəm uşaqlar belə, balaca parçalara. Oydat, taxta peçeni heç sevmirdim uşaqlığımda bunu. Amma böyüyəndə sevdim. Deyəsən qocalıram. 4 hissəyə bölürük. Və sonra belə balaca peçenilərimiz var. Onu da qabın bu hissəsinə qoyuruq. Biz bir aya veririk bir uşaq. Bir qab bir uşağınıymış uşaqlar. Uşaqlar üçün çoxuymuş bu. Amma ev yoxda yeyərlər, kökələrlər, tez böyüyərlər. İndi bu qabları da bir balaca düzəldəcəm. Buna İlkin Feyziyev sunumu deyirlər. Nə qəşəngdir, baxsan əlbəttə Allah. İndi sularını aparacağım. Su nə istidir, nə soyuqdur, ilıq sudur. Gəl Nur, gəl. Gidə fıran. O deyil. Nur hansıydı? Nur gəl. Uşaqları biraz qarışdırdım. Necəsən uşaqlar? Yaxşı. Sən danışa bilsən ürəyim. O hələ bəbət. Pis atdırar. Sən neçə yaşın var ürəyim? Biraz fikirləş, yadıma düşəcək. Hə, bizim 3 milyon. 300 milyon yaşı var. Sədirə neçə yaşın var? Sədirə neçə yaşı var? Bilmirəm. Gördüyüm suala var bir dənə. Öz yaşımı keçnəm. Yaxşı, mən sizi rahat bıraxım, siz yeməyinizi yiyin. Nuş olsun. Danış da nə olar? Heç kim danışmır, sən danış. Öp məni Sədirə. Bəlkə öp. Sədirə yeməyi gördü, yaddan çıxdım mən. Əmini öp, Əmini. Əmi deyiləm, amma öp məni. Nəysə, uşaqlar yeməklərini yeyirlər. Mənim görəvim uşaqlara yemək vermək idi və bacardım bunu. Ye, durma, ye. Olar sənkindən yeyim. Valla sənki deyil. Uşaqlar yeməklərini yedilər, doydular. İndi isə keçirik idman eləməyə. Dostlar, indi bağçada idman vaxtıdır. İdmanda da mahnı qoşacağıq, bir yerdə idman eləyəcəyik. Necə utanıram uşaqlardan. Sıraya dizilin, zəhmət olmasa, sıraya dizəcəklər. İndi nə etməliyəm? Özüm idman eləyə bilmirəm, uşaqlara elətdirəcəm. Bir yerdə eləyirik. 1, ay sağ ol. 2, 3, eləyirlər oha. 4, 1, 2, Sədirə 2, Sədirə 2, 2. Sədirə 2 üstə. İndi uşaqlar, oturub durma eləyirik. Orada oturdu. Oturun, durun. Sədirə durun uşaqlar, durun. İndi gəlin qaçaq. Yavaş-yavaş qaçırıq uşaqlar. Adam məndən sürətlisən ha. Ay Allah, hoppanır əlimə vurmaq üçün. Dostlar, indi bağçamızda rəsm vaxtıdır. Gördüyünüz kimi karandaşlar burada. Şəkillər də buradadır. Nə? Yes dedi, kamerada demir. Bir paylayıram, şəkil çəkirsiniz uşaqlar. Al ürəyim. Bu da yəqin ki mənədir. Ona mən sardım. Sənki budur da. Sənki yoxdur hə. Al. Bağışla uşağın haqqına girdi. Ən yaxşı şəkil çəkənə ulduz yapışdıracağıq. Heç kimin bu dəqiqə ulduz vecinə deyil deyən. Nə rəng olar? Nə rəng istəyirsən elə də. Sizin öz xəyal gücünüzə. Nə isə xəyal gücünə buraxın getsin. Mən istədiyim rəngə dəyəcəm. İstədiyin rəngə Burası ağ olar. necə ürəyin istəyir. Başlayın rəngli uşaqlar, mən gələcəm indi. Buradayam, mən getmirəm. Az mənə qulaq asan yoxdur. Bu nə rəngdir, bir yerdə qışqırmır. Bilirlər ha. Bu? Nasıl? Pəmbə Azərbaycanca nə idi? Onu mən belə bilmirəm. Deyə soruşuram uşaqlardan. Dostlar, orada uşaqlarda rəngləyirlər. Burada isə mən rəngləyəcəm. Görək ən yaxşı şəkil kiminki olacaq. Məncə fincan yaşıl olsun. O nə rəng deməkdir? Bir o nə rəngləməkdir. Uşaqlar şəklimə sizlərə baxmayın. Axırda sizinki ilə müqayisə eləyəcəm özümkünü. Görək kim yaxşı çəkəcək. A few moments later. Bəli uşaqlar, mənim şəklim hazırda, amma axırda mənim şəklimə baxarıq. Ay can, biri uşaqlardan buradadır. Mən necə müəlliməm ha? Can. Ora niyə getmirsən? Mən rənglədim. Deyəsən sənət əsəri yaratmışam. Qəşəngdir. Nə qəşəng damada ortalara çıxmısan. Sənki də qəşəngdir, bax. Sizinkinə də baxaq. Mənkindən başqa hamısı qəşəngdir. Dostlar, videonu 30 saniyəlik bölürəm. Hal-hazırda olduğumuz bağça Suraxanı rayonu Atamağlan Rızayev küçəsində yerləşir. Məncə uşaqlarınıza əmanət edə biləcəyiniz möhtəşəm bir bağçadır. Əgər bu bağça ilə əlaqə saxlayıb uşaqlarınıza əmanət eləmək istəyirsinizsə, aşağıdan çıxan Instagram səhifəsi və ya nömrə vasitəsilə əlaqə saxlaya bilərsiniz. Videomuza davam edək. İndi uşaqlar, dərs vaxtıdır. Dərs öyrənəcəyik. Fiqurları görək bilirsinizmi, bilmirsinizmi? Bu nədir? Şölə. Yox, nədir? Üçbucaq. Üçbucaq. Yox, üçbucaq. Bu nədir? Düzbucaq. Bucaq. Bu nədir? Dairə. Bir fiqurları verim sizə, yığın yerinə. Ay sağ ol, yığ. İndi üç bucaqları yığ. Gəlin kömək edeyim sizə. Məncə indi gəlin lövhədə öyrənək. Lövhəyə dairə çəkə bilərsən? Qəşəng. İndi dairənin içinə üç bucaq çək. Qəşəng. Biz rəsmdə ulduz vermədik. İndi ulduz verə bilərik. Adam bir dənə də 4 bucaq çəksən sənə ulduz verəcəm.
Dörd budaq nədir? Mənim dilimi qarışdırdın öyrən. Üç buzağın altına çək. Üç buzağın altına. Altı üst yön döngəmlərini də öyrədirəm. Kvadratdır. Kvadrat da dörd buzaqlar sinfinə aiddir də. Bəs riyaziyyatda mən öyrənmişəm də. Əla vur. İndi ulduz sənə yapışdıracaq. Para yapışdırırlar. Mən ələ yapışdırırım. Əli xoş istəyirsən ala. Can. Can sizə də yapışdırım. Can. Əla əl çalın. Başlayanda uşaqlar çox idi. Necə müəllimlik elədimsə uşaqlar azaldı. İndi dostlar oyun turudur və mən oyun turuna özəl uşaqlara belə bir parkur hazırladım. Ha 2 nəfər yarışacaqlar. Vurun. Can. Demək buradan bir bunları götürəcəklər. Qaça gəlib buradan belə keçəcəklər. Bu bowling daşının yanına qoyacaqlar. Bunu birinci eləyən qalibdir. Mən üçün kolaydım. Sənin üçün kolaydır. Ha. Başlayın. 1, 2, 3. Can. Fıran. Fıran sən fıran. Adam fıranır, Nur fıranmır ama. Nur fıran. Sen de uttun, vur. Ama sen uttun, vur. Sen köşen fırlanırsan, ne demek istiyorsan? Kolay demişler. Kolaydı, hələ də uşaq deyir ki, kolaydı yəni mənə. Dostlar, indi uşaqlarla içəridə çöldə oyun oynayacağıq. Karandaşlardan gördüyünüz bu dairəni yığacağım və uşaqlar dairənin içinə girəcəklər. Nəysə oynayanda özünüz başa düşəcəksiniz. Asan oyundur. Bir dənə dairəmə çöldən özüm baxım. Biraz burası əyri oldu amma idarə eləyər. 1, 2, 3 başlayırıq. İçəridə. Çöldə. İçəridə. Çöldə. Ayda, çöldə demişdim axı. Ayda, bir dənə də gəlin, bir dənə də ev yox. Hamımızı duzluya yenidən oynayırıq. İçəridə. İçəridə misin? İçerideyim. Çöldə. Ayda! İkiniz qaldınız, gəlin. İçəridə. Gəl sən də içəri gəl. Gəlin, hamımız içəri gəlin. Gəlin. İşte gidiyorum bir şey demeden. Çöldə. Oyun deyəsən sonsuza qədər uzanacaq. İçəridə. Uduz. İçəridə dedim eləmədiniz. Uşaqlar çətin oynaymışım. Mənim başım qarışır belə oyun oynasam 5 yaşımda. Dostlar, indi uşaqların yatmaq vaxtı deyil deyə yatmayacaqlar. Mən bura gec gəlmişəm dediyim kimi. Amma uşaqların yataqları belədir. Yəni özümün bu dəqiqə içinə girib yatmağım gəlir. 2 mərtəbə yataq. Uşaqlıqda həmişə 2 mərtəbə yatağım olsun istəmişəm, amma olmayıb. Çünki mən tək uşaq idim. Eskimiş senelere yan. Oha, ne güzel görsən Ray səni. TikTokda videolar çıxır qabağımıza ki, çocukluğumuz nədən belə hiss ettiriyordu. Çünki rənglərdən uşaqlar bura rəngbərəngli çox qəşəngdir. Bu arada videoya like atmağı, kanala aşağıdan abunə olmağı unutmayın.